Deməli dostlar, bugünkü dərsimiz artıq proqram üzrə Microsoft Excel cədvəl prosessorudur. İlk dərsimizdə biz baxacağıq ilkin anlayışlar, diapazon anlayışı, diapazonun doldurulması və Excel-də qəbul proqramında olan funksiyalar. Deməli, bunun video izahının iki hissədə yerləşdirəcəm. İlkin anlayışlar diapazon 1 olacaq. Funksiyalarda ayrıca yerləşdirəcəm. Çünki orada bəzi məqamlar var. Biraz uzun çəkə bilər. Əlavə dövlət qulluğu tipli yoxlama sualları da izah edəcəm orada. Ona görə. Vaxt itirmədən keçək dərsimizin izahına. Deməli, biz Microsoft Word proqramını keçəndə Office paketləri, daha doğrusu Office proqramları haqqında, Microsoft paketi haqqında bizim məlumatımız oldu. Ona görə də artıq Excel-də birbaşa proqramın açılmasından başlayacağıq, açılması üsullarından. Açılması üçün piktoqram üzərində iki dəfə klikləyə bilərik və yaxud həmin proqrama məxsus faylı aça bilərik iş masasında. Start menyudan baş menyuda bərkitmişiksə aça bilərik və yaxud da axtarış panelindən elə Excel yazıb axtarıb aça bilərik. Deməli, proqram açıldıqda bizi qarşılayan pəncərə adlanır Backstage View, pərdə arxası görünüş. Bu Word-dən hər birimizə tanışdır. Home bölməsinin new əmri ilə boş bir Excel faylı yaradıram. Excel-də yaratdığımız fayl adlanır Book, yəni kitab. Necə ki, bu Word-də Document 1 yazılırdı, yəni sənəd. PowerPoint-da da olacaq Presentation, yəni təqdimat. Pəncərə limitlərini bir xatırlayaq. Pəncərənin başlıq sətrində pəncərəni bağlamaq üçün Close, Alt F4, Maximize, Restore Down, Minimize taskbara yığır. Sonra lent interfeysini gizlətmə düyməsi. Ribbon Display Options. Deməli, lent interfeysini gizlətmə üsullarımız var idi. Word-dən bir təkrarlayaq. Həmin bu müvafiq ox işarəsi vasitəsilə Ctrl F1 idi klaviatura qısa yolu. Ctrl F1 bu şəkildə gizlədirdi. Yəni, lent tablarının adları görsənir, amma əmrləri görsənmir. Üzərinə klikləyəndə görsənir. Həmin bu şəkildə gizlədir, Show Tabs. Auto Hide Ribbon amma həm lent başlıqlarını gizlədir, həm də onların əmrlərini. Belə. Sonra istifadəçinin qeydiyyat yazısı. Həm Microsoft hesabımıza baxış keçirə bilərik buradan. Həm hesabdan çıxış edə bilərik, həm də yeni bir hesab əlavə edə bilərik. Başqa pəncərənin başlıq sətrində dedik susmaya görə default verilən ad adlanır book, yəni kitab, işçi kitab. Sol yuxarı küncdə cəhd müraciət panelidir. Cəhd müraciət paneli haqqında əslində məlumatımız var. Standart halda 3 əmr. Ctrl Save, daha doğrusu Ctrl S sənədi öz altında saxlayır. Undo Ctrl Z yerinə yetirilmiş əməliyyatın ləğvi və Redo Ctrl Y ləğv olunmuş əməliyyatın yenidən bərpa olunması. Cəhd müraciət paneli ilə bağlı demişdim ki, cəhd müraciət paneli yalnız home lent tabının əmrlərini yox, digər lent tablarının əmrlərini də özündə birləşdirə bilər ki, o da more commands vasitəsilə mümkündür. Gəlib buradan hər hansısa bir əmri seçib, biz add vasitəsilə əlavə edə bilərik. Bu şəkildə. Sonra show below the ribbon lent interfeysindən aşağıda göstər, show above the ribbon lent interfeysindən yuxarıda göstər, icra edə bilərik. Sonra başqa nəyimiz qaldı bizim? Pəncərə elementlərindən status bar, vəziyyət sətri. Vəziyyət sətri yenə Word-dən bizə tanışdır. Burada görünüş rejimləri fərqlidir, təbii ki, miqyas fərqlidir. Görünüş rejimləri var burada. Normal, page layout, bir də page break preview. Əslində buna Excel-də, yəni Microsoft-un özündə bunlara deyilir view shortcuts. View shortcuts görünüş qısa yollarıdır. Görünüş qısa yolları. Yəni görünüş qısa yolları nəyə görə deyilir? Məsələn, view lent tabında bu görünüş rejimləri əsas yeri buradır, view lent tabı. Amma buradan shortcut, yəni qısa yol kimi yerləşdirib daha sürətli şəkildə, ona görə də deyilir view shortcuts. Təbii ki, status barın kontekst menüsündən bir çox belə deyək, əmrləri, parametrləri istəsək bərkidə bilərik status bara. Sonra miqyas sürüncəci, zoom slider, maksimum 400%, standart 100%, minimum 10%-dir. Bu Word-də necə idi? Minimum 10, standart 100, maksimum 500% idi miqyas. Dedik, Excel-də yaradılmış fayl adlanır işçi kitab, yəni book. İşçi kitab nələrdən ibarət olur? Təbii ki, işçi vərəqlərdən. İşçi vərəqlərin əlavə olunması üsulları, yəni sheet. Diqqətli olun, kitabla vərəq anlayışını qarışdırmayın. Əlavə edilmə üsulları, bir yanındakı plus düyməsi, sonra
Homeland tabından gələrsən buradan. Homeland tabı. Insert. Şimdi əlavə edilmə üsullarını deyim. Insert sheet. Bir də klaviaturadan Shift F11 kombinasiyası. Shift F11 kombinasiyasını sıxsaq yeni bir işçi vərəq əlavə olunur. Gördüyünüz kimi artıq 4 dənə işçi vərəq var. Sonra bir də iş vərəqinin kontekst menüsündən mouse'un sağ düyməsi ilə insert əmrin kliklədikdə açılan pəncərədən baxırsan ki, vərəqin təkcə sadə işçi vərəq növü yoxdur. Bu vərəqin adı adlanır worksheet. Sadə Shift F11 idi bunun qısa yolu. Chart F11 diaqram vərəqidir əlavə etmək üçün. F11 klaviatur qısa yolu. Makro vərəqi və diyaloq vərəqi. Deməli 4 dənə vərəqin növü var. Narahat olmayın. Bu danışdıqların hamısını mən PDF-inizdə qeyd etmişəm burada. Sonra bundan da yekunlaşdıq. Qaldı bizim nəyimiz? Vərəqlərin adlandırma qaydaları, işçi vərəqlərin. Baxın, ilk olaraq biz bu Excel-dəki fayla deyə bilərikmi ki, Windows mühitində bir fayl. Məsələn, bu book 1 və bu faylın adlandırma qaydaları belə deyək, əməliyyat sistemlərində keçdiyimiz faylın adlandırma qaydalarıyla eynidir. Amma burada işçi vərəqin adlandırma qaydaları da var. Onları fərqləndirməliyik ki, hər an qarşımıza çıxa bilər. Deməli, işçi vərəqinin adının üzərində 2 dəfə mouse'un sol düyməsini klikləyərəm və yaxud da ki, kontekst menyudan rename əmrini icra edərəm. Və mən bunun adını boş saxlayıb, deməli, pəncərəni maksimumlaşdıraq. Enter çıxanda belə bir pəncərə açılır. Deyir ki, Excel-də işçi vərəqin adında sən 31 simvol maksimum olaraq istifadə edə bilərsən. Boş saxlaya bilmərsən, bir də aşağıdakı simvolları istifadə edə bilmərsən. Gəlin indi biz bunu bir balaca müqayisə edək. Necə ki, əməliyyat sistemlərində xatırlayırsınızsa, faylın adlandırma qaydalarını biz keçmişik. Faylın adlandırma qaydaları, yəni workbook, bu işçi kitabdır, fayldır. Faylın adlandırma qaydası 251 simvol olmalıdır adında. 200, üzr istəyirəm, 255 simvol olmalıdır. Sonra işçi vərəqin adında 31 simvol ola bilər. 31 simvola icazə verilir təbii ki. Sonra qadağan olunmuş simvolları əməliyyat sistemlərində yadımızda saxlamışdıq insan sürəti ilə. Eyni ilə də Excel-də işçi vərəqin adındakı simvolları da yadımızda saxlaya bilərik. Biraz fərqlidir, amma eyni məqamlar var. Deməli, baxın, böyükdür, kiçikdir işarəsi, dırnaq və düz xətt, pipe. Bunlar qadağan olunub faylın adında, həm də işçi kitabının adında, amma işçi vərəqin adında istifadə oluna bilər. Bir də burada transkripsiyalar qadağan olunub, amma harada istifadə oluna bilir? Faylın adında Windows mühitində icazə verilir. Bu fərqləri bilmək üstünlükdür. 31 simvol, 255 simvol və qadağan olunmuş simvolları bilmək doğru yanlış fikirləri müəyyən edin tipli suallarda qarşımıza çıxa bilər. Belə. İşçi vərəqlərin adlandırma qaydalarını da müqayisə etdik. İndi isə keçirik ilkin anlayışların əsas hissəsinə. Xana anlayışı. Yaxınlaşdırım. Xana Excel-də sətirlə sütunun, daha doğrusu sütunla sətrin kəsişməsinə deyilir. Məsələn, D sütunu ilə 7-ci sətrin kəsişməsi olur D7 xanası. Xananın adına buradan baxa bilərik. Name box, ad qutusu. Hətta ad qutusundan hər hansısa bir xananın adını yazarsansa, məsələn, deyirəm ki, apar məni C11 xanasına. Deməli, C11 xanasına. Enter sıxıram, məni o xanaya aparır. Excel-də sütunlar ingilis əlifbasının hərfləri ilə, sətirlər isə ərəb rəqəmləri ilə ifadə olunur. Sütunların sayı 16384-dür, sətirlərin sayı 1.048.576. Xanaların sayı isə 234 saydadır. Bəs deyərsiniz, ingilis əlifbasında 26 hərf var. Nəyə görə? 16384 sütundur. Sonuncu sütunumuzun ünvanına baxsaq, XFD-dir. Gördüyünüz kimi hərflər bir-birini əvəzləyir və 16384
sütun yaradır. Sonuncu sətrimiz isə 1.048.576-dır. Bir də hərəkət düymələri var. Kontrol deməli, kontrol sağa, sağ ox işarəsi, right. Çıxanda səni aparır sonuncu sütuna. Əslində buna sonuncu sütun deyə bilmərik. Qarşısında dolu çıxan sonuncu xanada dayanır. Bax, kontrol sağa çıxdım, dolu xanada dayandı. Bir də çıxanda artıq dolu xana olmadığı üçün aparır səni sonuncu sütuna. Eyni ilə də kontrol aşağı səni aparır sonuncu sətrə. Qarşısına dolu xana çıxana kimi, məsələn, deyəlim ki, buradadır. Daxil edək, getdik yuxarı və gələndə dayanır sonuncu dolu xanada, bir də yoxsa aparır səni sonuncu sətrə. Kontrol aşağı, kontrol sağa, kontrol sola, kontrol yuxarı. Deməli, birinci xananın ünvanı A1-dir, sonuncu xananın ünvanı isə XFD 1.048.576-dır. Sonra başqa nəyimiz qaldı bizim? Sonra baxırıq xanaya verilənin daxil edilməsi, yəni xananın aktivləşdirilməsi. Xananı aktivləşdirmək üçün ya mouse'un sol düyməsini 2 dəfə klikləməlisən üzərində. Kursor orada yanıb sönsün ki, sən ora məlumat daxil edə biləsən. Və yaxud da klaviaturadan F2 düyməsini sıxasan, daxil edə bilmək üçün aktivləşdirib. Bir də formula bar, düstur sətrinə sən xananı seçdiyin, istənilən bir xananı seçib düstur sətrində mətn tiplinə daxil etsən, xanaya da daxil olacaq. Düstur sətrindən dediyim kimi həm mətn fraqmenti daxil edə bilərik, həm də düstur. Bərabər işarəsi ilə başlamalıdır mütləq şəkildə düstur Excel-də yadınızda qalsın. Manual düsturlar yaza bilərik. Məsələn, bu şəkildə Enter düyməsi ilə təsdiqləyirik. Deməli, bu düymənin təyinatı Shift F3-dür. Insert Function. Düstur kitabxanasını açır. Shift F3. Ola bilər ki, bu pəncərəni kəsib sənə verər. Deyək ki, bu pəncərənin açılması üçün hansı klaviatura qısa yolundan istifadə olunur. Sonra deməli, düsturu təsdiqləmək üçün Enter düyməsi ilə eynidir. Cancel isə düsturu ləğv edir. Deməli, Enter düyməsinin təyinatı həm düsturu təsdiqləyir, həm bir xana aşağı düşür. Shift Enter isə bir xana yuxarı qalxır. Enter aşağı, Shift Enter bir xana yuxarı. Sonra xanaya dedik sətr sütunun kəsişməsi. Xanalar həm də düsturlarda dostlar ünvanlardır. Ünvanlar və ünvanların 3 növü var. Çünki biz düsturda xananı istifadə edirik. Məsələn, xanaya verilənlər daxil edim mən belə bir şey. Bax indi burada daxil edim. Bax, nəyə görə biz buna ünvanlar deyirik? Çünki istinad edirik və düsturlarda istifadə edirik. Bax, üstə gəl B2 vurulsun, deyəlim A3 bu şəkildə. Bunlara deyirik ünvanlar və ünvanların növləri var. Nəyə görə növləri var? Ona da baxırıq. Deməli, məsələn, mən yazıram ki, var A1, A1 nisbi ünvandır. Nisbi. Bunu biraz sərgəli yazaq. Bir saniyə. A1 nisbi ünvandır. Dollar A1 və yaxud da ki, dollar, dollar A yox, bir saniyə. A dollar 1. Dollar 1. Bunlar qarışıq ünvanlardır. Qarışıq. Bir də dollar A, dollar 1. Buna da deyilir mütləq ünvan. Mütləq. Mütləq, qarışıq və nisbi ünvanlar. Bəs sətrin sütunun qarşısında dollar işarəsinin olması nə əhəmiyyət kəsb edir? Həmin sətri və yaxud da sütunu və yaxud da xananı bütöv şəkildə edir mütləq. Yəni, o düstur sürüşdürməsi zamanı dəyişmir. Baxın, deyəlim ki, mən A1-i mütləqləşdirmişəm. Və yaxud da ki, gəlirəm burada, bu düstur hansı xanadadır? D2 xanasında, düzdürmü? D2 xanasında bu düstur yazılıb D2. Bərabərdir A1 üstə gəl B2 üstə gəl
A3. Bax, bu düsturu mən deyirəm ki, gəl köçürdək E3-ə. E3 bərabərdir. E3-ə köçürəndə nə baş verir? Sütun birdən artır. Sətir birdən artır. Bu o deməkdir ki, həmin bax bu düsturda ünvanların hamısı bu şəkildə artacaq. A1 bir dənə artacaq, öz növbəsində olacaq B sütunu. Bir də öz növbəsində artıb olacaq 2. Üstə gəl, B öz növbəsində artıq olur C, 2 də artıq olur 3. Üstə gəl, A da öz növbəsində artı olur B, 3 də artı olur 4. Bu şəkildə. Bax, səndən soruşacaq ki, D2-dən E3-ə köçürəndə düstur hansı şəkildə olur? Bu şəkildə. İndi dollar işarəsinin mahiyyətini gəlin başa düşək. Baxın, mən bu düsturu təsdiqlədim Enter düyməsi ilə. İndi mən bu düsturu sürüşdürürəm aşağı. Sürüşdürürəm. Gəldim, sürüşdürdüm. Bu şəkildə. Və bax, düsturu aktivləşdirəndə nə görürük burada? Bax, gəldim. Yəni, gəldim, bunu da aktivləşdirirəm, düsturun. Bax, görsən, burada D2-dən D3-ə köçdüyü üçün sütun sabitdir də, görsən, sütun artmayıb. Bax, məsələn, burada biz sütunu artırdıq. E-yə köçəndə görsən sütun artdı, B2 oldu. Amma burada görsən artmayıb. Çünki sütun sabitdir, amma sətr artıb axı. İkinci sətirdən üçüncü sətrə köçüb düstur. Deməli, sətirlər artmalıdır. A1 olub A2, B2 olub B3, A4 olub, A3 olub A4. İndi mən bu düsturu silək. İndi mən bax bu düsturu nə edəcəm? Mütləqləşdirəcəm. Bunu da silək buradan. Bax, indi mən F4 düyməsini sıxaraq və yaxud da ki, qarşısına dollar işarəsi yığaraq, yazaraq mütləqləşdirirəm. F4 düyməsi ilə mən xananı mütləqləşdirdim. Dollar oldu. İndi Enter sıxıram. Bunun dollar olmasının mənə nə kimi üstünlüyü var? İndi mən ikinin də qarşısına buradan bir dənə dollar işarəsi qoyuram. Bu şəkildə. Bax, indi mən bunu sürüşdürəm aşağı. Düsturu ilə bərabər. Görsən, aşağı sürüşməsinə rəğmən A1 oldu, elə A1. Çünki qarşısında dollar işarəsi var. Dollar onu mütləqləşdirir. Və yaxud da bir dənə də son misal izah edəcəm. Baxın, elə burada nümunənin üzərində izah edeyim. Ondan sonra asan olacaq. Deməli, bax burada. Görsən, düstur B2-dədir. Köçürmüsən D5-ə. Köçürəndə nə olub? 2 dənə artıb sütun. 3 dənə artıb. Deməli, mənim bütün düsturumdakı ünvanlar artmalıdır. Məsələn, A3 bax, köçdüyü ünvana görə dəyişib. A artıb olub C 2 dənə, B C. 3 də 3 dənə artıb olub C 6. Sıxıntı yoxdur, düzdür. Sonra C dollar 3, bax, qarşısında dollar var üçün. Nəyin qarşısında dollar varsa o mütləqdir, dəyişmir. Hara sürüşdürürsən sürüşdür. Amma C-nin qarşısında dollar olmadığı üçün dəyişib, olub E. Sonra E1 olub C4. Sonra dollara dollar 1. Burada ikisi də mütləqdir, dəyişmir. 8-dəki müstəqil ədəddir. Buna biz dəyirik. Sonra E4, D2. Bax, E4-dən D2-yə sütun bir dənə azalıb, sətir 2 dənə azalıb. Gəlsən burada düsturda bax, S3 artıb olacaq nə? Daha doğrusu azalacaq, S azalacaq olacaq, bir dənə azalır olur B. 3 də 2 dənə azalır olur 1. Sonra 7-nin qarşısında dollar var. Nə azalacaq, nə artacaq. Amma B-nin qarşısında dollar yoxdur. B azaldı, oldu bir dənə. Buradakı bir dənəyə görə oldu A. Yenə D3-dəki oldu, deməli, C1. Dollar A7. A-nın qarşısında dollar var. Elə dollar olması məsləhətlidir ki, biz A-nı azalda bilmərik zaten. Onda xəta verər, referens xətası. İstinad xətası. 7-də 2 dənə azaldı oldu 5. Bu şəkildə. Nümunə suallarda da biz görəcəyik indi. Düstur sürüşməsi ilə də artıq yekunlaşdıq, baxdıq. Deməli,
Sonra düstur sürüşməsindən sonra biz baxacağıq diapazon anlayışına. Deməli, bunu silək, etiraz deyil bizə artıq. Düstur sürüşməsi getdi. Qaldı diapazon anlayışı. Diapazon xanaların düzbucaqlı şəklində birləşib əmələ gətirdiyi xanalar toplusudur. Bax, birinci xananı seçdim A1, bir də məsələn seçirəm D4. Buna deyilir diapazon. A1 D4 diapazonu. Diapazon qoşa nöqtə ilə, müstəqil xanalar isə vergüllə fərqləndirilir. İndi deyəsən ki, nəyə görə? Vergül nəyə görə? Diapazon. Məsələn, hamımızın bildiyi, gəlin belə bir düstur hesablayaq. Onda başa düşəsiniz fərqi. Mhm. Bax, indi mən sam yazıram bərabərdir. Funksiyalar keçək, sam toplamaq. Yazıram A1, görsən? İndi qoşa nöqtə qoyuram. Qoşa nöqtə. Qoşa nöqtə diapazon götürür. Bir də yazıram B3. Görsən? Bütün xanaları götürdü. Oldu 70. Hamısını topladı. Yəni bax, bu xanaların hamısını topladı. Bir də var. Qoşa nöqtə yox, vergül qoyuram. Vergül artıq 2 dənə ayrı-ayrı xananı götürür. Fərqi budur. Başa düşdünüz? Qoşa nöqtə götürür diapazonu, vergül götürür müstəqil xanaları. Karıxmamaq lazımdır bunun düsturlarda keçəndə. Belə. İndi məsələn diapazondakı xanaları biz necə taparıq? Yaxşı. Düzdür. Bizə belə şəkil verməyəcək. Məsələn, deyəlim belə bir diapazon seçək. Sonra, yəni bir saniyə, kəsrəm. Təbii ki, orada bizə belə bir şəkil vermir. Deyir ki, məsələn deyirəm, B3-dən buradakı kimi E7-yə qədər olan xanaların sayını tap. Baxsan ki, B3 sonra diapazondur da E7. Bu diapazonda xananın sayını necə taparsan? Təbii ki, çatışmayan sütunları düzərsən, çatışmayan sütunları. B, S, D, Y. Neçə sütun oldu? 4 sütun. Ha, deməli 4 sütunsa sətrin də sayını necə tapırsan? Və sətrin sayın 7, 3-dür də. Sən bir-bir təbii ki bunu saymağa sənin şəraitin olmur. Böyük ədəd verə bilər. 7-dən 3 çıxırsan, üstünə 1 gəlirsən. Bu da sənə verdi 5. 5-i də vurdun 4-ə, sütun sayına elədi 20. Bir dənə də nümunə sual işləyək buna aid. Maksimum J hərfinə qədər düşə bilər. Diqqətli olun. Deməli, bax, mən indi sizin görməyiniz üçün bunu kəsdim. Təbii ki, biz onu orada görmürük. Əlifba sırasını bilməliyik. Deyirəm ki, S 9 H H 14 xanasında, diapazonunda neçə dənə xana var, neçə dənə sətr var, neçə dənə sütun var. Bax, çatışmayan sütunları düz. Görsən, 1, 2, 3, 4, 5, 6. Yazarsan C, D, Y, F, C, H. Əlifbanı bilmək üstünlükdür J-yə qədər. İngilis əlifbasını təbii ki. Oldu 6 dənə sütun. Sətrin də sayını tapanda 9, 14-dən 9 çıxırsan, verdi sənə 5, üstünə bir gəlsən 6. 6 dəfə 6 36 dənə xana eləyir. Gördüyünüz kimi. Diqqətli olmaq lazımdır. Belə. Çatışmayan sütunları düzürük. Sətrin də sayını tapırıq. Diapazon da həll olundu. Başqa anlayışlardan bizim nəyimiz qaldı? Diapazon anlayışına baxdıq, xanalara baxdıq, dollar nisbi, mütləq xanalara baxdıq. Diapazon anlayışı dedik, qoşa nöqtə iləndir, vergüllə müstəqil xanalardır. Xananın sətrin sayının tapılmasına, sütunun sayının tapılmasına baxdıq. Qaldı indi diapazonun doldurulması. Artıq diapazonu biz fərqləndirə bilirik çox rahatlıqla. Ki bilirik diapazon nədir? Məsələn, buna deyərik diapazon. Görsən, A2-dən D6-ya qədər olan diapazon. Diapazonun doldurma üsulları birinci klaviatura ilə öyrənirik. Məsələn, mən buraya yazıram 2, 2, 2, D2. Sonra, deməli, mouse'un göstəricisi dəyişəndə
doldurma markeri. Bax, bu gördüyünüz plus işarəsi doldurma markeridir. Mouse'un sol düyməsini tutub aşağı çəkəndə hamısını 2 ilə doldurur. Sonra bir də var bu göstərici, mouse'un bu göstəricisi diapazon seçmək üçündür. Bu göstərici xananın yerini dəyişmək üçündür. Həmin bu göstərici. Bir də bu var, sütunun enin artırıb azaltmaq üçündür bu göstəricidə. Sonra başqa içini mouse'un sol düyməsi ilə kontrol düyməsini basılı saxlayıb sürükləsən, bir-bir artırar. Görsən, bu da maraqlı bir məqamdır. Və yaxud da içini artırırsan, məsələn deyirsən 4, 2, 2. Bunu ikisini də seçirsən, aşağı sürükləyəndə Word deyirəm, Excel başa düşür ki, bu 2, 2 artır. Bu şəkildə və yaxud da ki, deyəlim ki, 1 yazmısan, bu başa düşür ki, bu bir-bir azalır. Avtomatik başlayır bir-bir azaltmağa bu şəkildə. Sonra silək bunu. Bir də kon Ctrl Enter düyməsi var. Ctrl Enter kombinasiyası. Deməli, Ctrl Enter kombinasiyası nə işə yarayır? Və gəldim belə bir böyük bir diapazon seçirəm. Deməli, böyük bir diapazon seçdim və yazıram Excel 2019. Ctrl Enter sıxsam, aktiv xanaya yazdığım məlumatın hamısı dolacaq bütün xanalara. Təbii ki, seçilən diapazonda. Bu şəkildə. Sonra deməli, diapazonun təbii ki, klaviatura ilə doldurma üsulları bəzən böyük diapazonlarla işləyəndə bizə əlverişli olmaz. Ona görə də Homeland tabının Editing Lent qrupasında doldurma seçənəkləri var burada. Gəlin baxaq. Deməli, burada var down, right, up, left. İlk olaraq bunlara baxaq, sonra keçərik digərlərinə. Mən bura yazıram 2. Həmin hissədən diapazon seçirəm, üzü aşağı, down seçirəm. Ctrl D-dir klaviatura qısa yolu. Deməli, sıxdım, həmin o içini doldurur aşağı. Və cümləsi də belədir, tərifi. Birinci xanaya daxil edilmiş, yuxarıdakı xanaya daxil edilmiş verilənləri aşağıda seçilmiş xanalara daxil edir, doldurur. Və yaxud da right. Və həmin bu ikini seçdiyin, soldakını sağa doğru doldurur. Sonra və yaxud da yazdın 3, seçdin left. Sağdakını sola doğru. Görsən cümləni. Sağdakını sola doğru doldurur. Bir də məsələn deyəlim yazmışam 5. Gəldin. Up seçirsən yuxarı. Aşağıdakını yuxarıya doğru doldurur bu şəkildə. Sonra var seriyalarla doldurma. Across Worksheet dediyim, baxın Across Worksheet deyirsiniz niyə deaktivdir? Çünki bir neçə iş vərəqi ilə işləyir o Across Worksheet. Baxın, mən Sheet 1-də 1, 3, 5 random ədədlər yazıram və həmin yazdığım diapazonu, o diapazonu yazmışam. İndi Ctrl düyməsini basılı saxlayıram. Mən 3 dənə iş vərəqi seçdim aşağıda. Görürsünüz, hətta hamısını seçirəm. Hamısını Ctrl düyməsini basılı saxlayıb seçdim. Bax, artıq əmr aktivdir. Across Worksheet. Bu nə deməkdir? Bütün iş vərəqlərində olan diapazonlara, bax bu həmin eyni diapazona, hamısına eyni məlumatı dolduracaq. Across Worksheet all. Hamısını seçdim və buradan görsən, bütün işçi vərəqlərdə eyni diapazonda eyni verilənlər daxil edildi. Sonra seriyalarla doldurma. Seriyalarla doldurmağa baxaq. Seriyalarla doldurma var. Məsələn, gəldim. Sətir üzrə, sütun üzrə. Rows, kolumn. Deməli, gəldim. Seçirəm. Sütun üzrə ilk olaraq yoxlayırıq. Sütun üzrə deyirəm ki, ədədi silsi olsun, liner. Yəni toplasın. 5-5 toplasın. Dayansın. 36-da. Ok icra edirəm. Gəldi, dayandı. 35-də. Limit hara qədərsə, təbii ki, ora qədər gedir. Və yaxud da mən bunu deyirəm ki, bu artsın. Ədədi silsilə ilə yox, həndəsi silsilə ilə. 2-yə vura-vura, 3-ə vura-vura get. Dayan 100-də. Ok icra elədim. 45-də dayandı, çünki limitdir 100. Artıq 45-i 3-ə vursa 100-ü aşacaq. Və yaxud gəldim. İndi sətir üzrə. Yazdım 3. İndi sətir üzrə seçirəm.
var ədədi silsilə, yəni toplama ilə, liner. Seçdim. Məsələn, 5 5 artsın, dayansın 25-də. Ok icra elədim, 23-də dayandı gördüyünüz kimi. Limiti hara qədər qoymusansa, ora qədər gedir. Və yaxud da ki, diapazonu hara qədər təyin eləmisənsə, diapazonu da aşmır, ha. O da var. Diapazonu da aşmır. Sonra başqa nəyimiz qaldı? Bir saniyə. Deməli, seriyalarla doldurma. Bir də təbii ki, yenə həndəsi silsilə. Həndəsi silsilədə yenə seçdin sətr üzrə. Deyirsən ki, sən bunu 5-ə vura-vura get, dayan. 200-də ok icra edirsən, 35-də dayanır. Çünki sənin diapazonun bura qədər idi. Bu şəkildə. Bir saniyə bu ədədi silsilə ilə artdı. Mən seçmişdim. Deməli, seriyalarla həndəsi silsilə 5-ə vura-vura get, dayan. 200-də. Gördüyünüz kimi 125-də dayandı artıq. Sonra başqa bizim var burada Justify bərabərləşdir. Justify. Bir dənə mətn fraqmenti kopyalayıram. Baxın bu mətn fraqmenti gətirdim buradan yerləşdirdim Ctrl V ilə. Görürəm ki, burada oxuya bilmirəm. Oxuna biləcək bir vəziyyətdə yerləşdirilməyib. Narahatdır. Gəldim. Diapazonu seçirəm ki, mən bu diapazon aralığında mən bunu oxuya bilərəm. Və buradan gəlirəm. Justify. Bərabərləşdir. Gördüyünüz kimi həmin mətn fraqmenti seçdiyim diapazon enində yerləşdirilir. Sonra var flash fill. Flash fill ağılla doldurmadır. Buna misal olaraq gəlin əlimizdə olan bir dənə Excel faylindən ona baxaq. Flash fill'ə. Klaviatura qısa yolu Ctrl E'dir. Deməli, gəldim buradan. Bizim izah materialında belə bir nümunəmiz var. Gəlirəm. Mən bunu kopyalayıram. Ctrl C və başqa bir işçi vərəqə aparaq bunu daşıyaq, orada göstərim. Ctrl V ilə yerləşdirdim bu şəkildə. Flash fill o deməkdir ki, məsələn mən burada yazmışam Aynur. Bütün tələbələrin adını buradan ayırmaq istəyirəm də. Görsən? Mən bunu marker ilə tutub sürükləsəm hamısı Aynur olacaq. Amma istəyirəm ki, sırf burada adlar ayrılsın üstündə. Gəlirəm buradan flash fill. Ctrl E-dir klaviatura qısa yolu. Görsən? Bütün adları ayırdı. Və yaxud da ki, gəlirəm, yazıram buradan Kərimova, soyad. Gəldim, seçdim. Ctrl E. Yenə bu səfər də soyadları ayırır. Bir də səhv etmirəmsə, hərflərin də sayın. Məsələn, yazıram ay, əvvəlindən 2 dənə hərf yazdım. İndi hamısının əvvəlindən 2 hərf ayıra bilir. Flash fill. Gördüyünüz kimi hamısının əvvəlindən 2 dənə hərf ayırdı. Belə bir şey də icra edə bilərik. Bu da oldu. Ctrl E. Diapazon doldurma üsullarına da baxdıq artıq dostlar. İlkin anlayışlar bitdi.